Oyun 2. Kimsə qumarbazlar vasitəsilə problemlərini həll eləyəndə, bu mənə gladiator döyüşlərini xatırladır. Tamaşaçıların əylənməsi üçün döyüşçülər meydanda bir-birlərini öldürürlər. Amma əslində başqalarını məhv eləmək yolu ilə öz həyatları uğrunda mübarizə aparırlar. İdman və qumar arasındakı fərq məhz budur. İdman irəliləyiş, qumar isə degradasiya yarışıdır. Hamı oyunun nəticəsini gözləyir. Vaxt məhduddur. Zibil, səhv elədim. Yaxşı, kim başlayır? İşə bir bax, kaş bəxtim gətirəydi. Sən nə eləmək istəyirsən, İtalyalı? Şah və mat, xanım.
Bu hələ heç nə demək deyil. Hə, Birinci oyunu David tutdu. sevinmək üçün hələ tezdir. Əgər Laləni oğlu ilə qorxutmasaq, onda əmin ol ki, David çətin vəziyyətə düşəcək. Deyəsən bugün çox adam uduzacaq. Oyundan sonra mənim nə qədər vaxtım var? Səni bir saatdan az müddətdə Rodosdan təhlükəsiz bir yerə çıxaracağıq. Heç cür başa düşmürəm. Şamil harda ola bilər? O məsələ məni də narahat edir. Deyəsən artıq o işə başlayıb. Onu necə bildin? Terrorçuların vasitəçilərindən biri yoxa çıxıb. Onu öldürüblər. Səncə Şamilin işidir? Çox güman ki, artıq Şamil öldürməyə başlayıb. Yaddan çıxarma ki, bu oyundan sonra onun artıq sənə ehtiyacı olmaya bilər. O Laləni mənsiz apara bilməz. Deyəsən, Laləni aparmaq üçün Şamil hamını öldürmək istəyir. Binanı əmr olmadan tərk eləmə. Hətta Şamil zəng eləsə belə. Başa düşdüm. Zibil! Hə Pərviz, yadına düşdü? Hə, Aferin, maşallah. telefonu anama verin. Anamla danışsam, şəkli göndərəcəm. Yoxsa göndərməyəcəm, heç vaxt. Sən tələsmə, bütün istəklərin yerinə yetiriləcək. Mən onlara zəng edib cavabını deyəcəm. Ananı harda olsa tapıb səndən çalışdıracağım. Razılaşdıq? Razılaşdıq. Biraz gözlə. Əgər o şəkli göndərsən, anan sağ-salamat evə qayıdacaq. İnan mənə. Axı bu mənəm, əzizlərim. Yaxşı, başa düşdüm. Xanımlar və cənablar, elə indi Amerikalılar 7 milyon dollar qazandılar. Niyə demirdilər ki, ortada belə bir böyük məbləğ var? Oyuna onlayn rejimdə nəzarət eləyirlər, cənab David. Nəticələri öz qaydalarına uyğun hesablayırlar. Nə qədər itirmişəm?
Bunu ancaq nəticələr elan olunanda deyə bilərəm, cənab Abel. Okey. Əla, biz bilməliyik ki, hansı oyuna nə qədər mərc olunur. Heç olmasa məsuliyyət hiss eləmək üçün. İndi elə bil dumanda maşın sürürəm. Qaydaları sizə izah eləməyiblər? Niyə ki? İzah eləyiblər. Amma deyirəm ki, elan eləsələr daha yaxşı olar. Sizdən qalib gəlmək tələb olunur. Birjaya müdaxilə eləmək olmaz. Yaxşı. Uğurlar, Lalə xanım. Əlin ağrıyır? Fabio. Hə, eşidirəm. Ümumiyyətlə götürsək, mən də qumarbazam. Nə? Hə. Düzdür, onlar kimi peşəkar deyiləm. Amma pis qumarbaz da deyiləm. Sarsaq. Eşitdim ki, sən Amerikalının köməkçisisən. Las Vegasdansan. Mən də Las Vegasa getmək istəyirəm. Görək də. Tabutun qapağı hər bir mey üçün açıq olduğu kimi, kazinolarımızın qapıları da hamının üzünə açıqdır. Bu necə müqayisədir? Səndən söhbətim var. Osman. Biz uduzuruq. Hələlik çox itirmirik, amma Lalə özünə gəlməlidir. Doğrudan? Hə, Bəs kim udur? Ketrin. Şamil səndən Lalə haqqında soruşacaq. Hələ soruşmayıb. Özün baxa bilərsən. Ondan qurtulsan, özün üçün yaxşı olar, Osman. Mən heç kimin ölümünü istəmirəm. Səni satmayacağam. Mən bir tərəf insanam. Ey, nə bir tərəf. Biz eyni gəmidəyik. Hər şey yaxşıdır. Şamilin bura gələcəyini düşünmürəm. Özün görürsən, bura heç kim girə bilməz. Əgər Şamil istəsə, sıçan yuvasından da içəri girər. Başa düşdün? Ana, sənin üçün darıxıram. Axı hardasan? Zibilə qalasan burada nə baş verir axı? Heç nə başa düşmürəm.
Mənə toxunma. Sakit olun cənab Abel. Sakitliyi pozmaq olmaz. Mən bu oyundan çıxdım. Mənim hesabıma heç nə yazma. Cənab David xahiş eləyir ki, hesabına heç nə yazmayaq. Yaxşı, bildim. Bu oyuna daha çox İtaliya, Yaponiya və Amerika əmlakı qoyulub. Sizlə heç bir əlaqəsi yoxdur. Sağ olun. Axı niyə belə uzadırlar? Mən mütləq su içməliyəm. Xadimə, səni nə qədər gözləməliyəm? Həyəcan yarada bilirsən. Amma bəxtin gətirmədi. Taveko, geri çəkiləcəksən, yoxsa xadimənin kartını vuracaqsan? İstəyirəm ki, növbəti əldə mənə uduzasan, Lalə. Bu çox vacibdir. Yumun ağzınızı. Nə oldu, mən nə dedim ki? Əgər razılaşsaq, biz böyük qüvvə olarıq, xanım. Zəhmət olmasa yerinizdə əyləşin. Davam eləyin. Uduzdun Taveko. Doğrudan? Son zərbə. Bağışlayın, siz kartı hardan öyrənmisiniz? O sizin dilinizi başa düşmür. Başa düşsəydi də cavab verə bilməzdi, xanım. İtalyan mafiyasının hesabına bu oyundan 26 milyon dollar getdi. Zəng eləmə imkanımdan istifadə eləyəcəm. Bağışlayın xanım, yalnız SMS-lə göndərə bilərsiniz. O nə deməkdir? Oyun zamanı yalnız mesajlara icazə verilir. Bu qaydanı mən qoymamışam. Onlara de,
Tavekko'nu yoxlamaq lazımdır. Alo, Ketrin Tabeko'dan şüphelənir. Dedi ki, onu yoxlamalısınız. yaxşı. İndi yoxlayarıq. Alo. Vacib məlumatım var. Eşidirəm. David udmayacaq. O bizim düşündüyümüzdən də zəifdir. Laləyə zəng elə. Bəs Ketrinlə neyniyək? Şamil onu öldürmədiyi üçün işimiz çətinləşir. Amma bizim hələ də şansımız var. Nə şans? Davidlə Lalənin arxasındakı qüvvələr arasında böyük bir rəqabət var. Deməli, ikisi təkbətək döyüşəcəklər. Laləyə bunu başa salacağam. Ona de ki, o kazinonu tərk eləyən kimi həbs olunacaq. Və oğlu ilə bağlı da problem olacaq. Adam göndərmisən? Hə, uşaq məktəbdədir. Fürsəti əldən vermə. Yaxşı. Səni gözlətdiyim üçün üzr istəyirəm. Bugün dərsim gec qutardı. Yaxşı, 10 dəqiqəyə orada olacağam. Oldu? Artıq çıxıram. Narahat olma. Salam. Salam, xoş gördük. Siz Pərviz adında oğlanı tanıyırsınız? Hə, əlbəttə. Uşaqlar, Pərvizin sinfi hardadır? B sinfi. Hə, B sinfi. oradakı sinfi. Çox sağ olun. Değmez. Değmez. Pərviz. Hardasan? Niyə gizlənmisən?
Pərviz, hardasan? Mən sənin xalanam, Pərviz. Yaxşı xalayam. Vay, balaca, sən burdasan? Dayan. Eğer bir adım da atsan, şeklin polise gönderilecek. Sən elə bilirsən mən uşaq oğrusuyam, hə? Niye geldiğini bilirim. Biz danışmalıyıq, balaca, gəl. Bu çox vacibdir, anan üçün. Hepsi olunacaksan. 10 illik. Vay, mən səni uşaq bilirdim. Nə qədər ağıllısan. Anamla danışmasam, hamınızı həbs eləyəcəklər. Orada da ölüb gedəcəksiniz. Ay canım, o nə deməkdir? Yaxın gəl, səni ananla danışdıracağım. Yox. Balaca uşaq olsam da axmaq deyiləm. Sənin 10 dəqiqə vaxtın var. Getməsən özündən küs. Hara? Hey, dayan, Pərviz. Vaxt getdi. Mən zarafat eləmirəm. Pərviz, dayan, qaçma. Hə, yaxşı. Başa düşdüm. Nəzərinizə çatdırım ki, cənab Davidlə gənc xanımın arasında bir məsələ var. Növbəti oyunda yalnız ikisi oynayacaq. Bu necə fəngiyatdır? Onlar təkbətək oynayıb aralarındakı məsələni həll eləyəcəklər, xanım. Bunu sonraya saxlamağa ehtiyac yoxdur. Eşidirəm. Sən nə edirsən, hə? Konstantini Türkiyəyə göndərdiyinə görə başınla cavab verəcəksən. Biz axı danışmışdıq. Sənə neçə dəfə demişəm. Onu tək, agentlər olmadan göndərmək olmaz. Onun belə təhlükəli işlərdə təcrübəsi yoxdur axı. Amma... Neçə dəfə demişəm? Amma... Nə amma? Gecdə artıq. Suxarev, İsrail kəşfiyyatının ABŞ ilə apardığı əməliyyata mane olacaq. Bunun hansı nəticələrə səbəb olacağını bilirsən? Mən ona əmr elədim ki, əməliyyata qarışmasın. Dedim ki, sadəcə Şamillə görüşsün, vəssalam. Bu yarımçıq plandır. Əgər ələ keçsə, Amerika ilə Rusiya arasında böyük qalmaqal olacaq. Amma əgər öldürülsə, həbsxanada çürüyəcəksən. Yaxşı, bildim. Onu geri qaytararam. Rodos'ta böyük qarşı durumu ola bilər. Agenti ləngitmədən bugün sağ-salamat geri qaytar. Vəssalam! Lənət olsun. Bu telefonuna nə olub? Hara yox oldun? Bu nömrəyə zəng çatmır. Telefon ya söndürülüb, ya da əhatə dairəsi xaricindədir. Zibil, yerin altına girib nədir, hə? Hardadır o? Qəbul. Eşidirəm. Keçən adamı yoxlayın. Oldu. Başa düşdüm.
Sanki İtalyan mafyasının siyahısındasan. Ama onlara karşı oynuyorsan. Hesab elə ki, ölümə məhkum olunmusan. Geç bəsər. Sən nə danışırsan ifritə? Şamil arxayınsan? Şamil axmağın yekəsidir. Mən Baden-Baden'da onun payını verdim. Sən eşitmişdin, Fabio? Hə, məharətini göstər, xadimə. Səfih Lalə, yerin Anna Sergeyevna'nın yanındadır. Anna Sergeyevna? Deyir ki, sənin yerin Anna Sergeyevna'nın yanındadır, Lalə. Anna Sergeyevna hardadır, ay şeytan? Mübahisəni dayandırın. Burada mübahisə eləmək olmaz. Sizin gedişinizdir, cənab Tavekko. Yazıq. Bundan sonra reanimasiyada rahat yata bilərdin. O Aman tanrım, bu dəhşətdir. Utopya. Yox, daha dəqiqi anti-utopya. Sən kimsən? Bağışlayın, sol əlinizi göstərə bilərsiniz? Bu ola bilməz. Yox. İndi iki oyunçunun dueli olacaq. Cənab Davidlə gənc xanım oynayacaqlar. Sonra oyun davam edəcək. Buyurun cənab David, yeni kartlar. Lalə, hələ vaxtın var. Qərara gəl. Təkrar eləyirəm. Mən romantikam. Həbsxanada çürüməli olsam da, yenə qısasımı alacağım. Onda özündən küs. Uduzmağanın yaxınlaşır.
Lalə ilə David arasında duel başladı. Dediyim sözləri Laləyə çatdırdın? Yox. Əvvəlcə oyuna baxaq. Lalə ildırım sürəti ilə uda bilər. Elə indi xəbərdar elə. Hə, yeri gəlmişkən. Bron, onun oğlu hardadır? Məktəbdə. Əgər Lalə həbsxanadan qorxmasa, de ki, oğlunu itirəcək. Başqa yolumuz yoxdur, Bron. Bir neçə saatdan sonra adamlarımızı itirməyə başlayacağıq. Bəs o razılaşmasa? Uşaq öldürüləcək? Hə, Biz belə danışmamışdıq. hə, sən məndən belə danışmamışdın. Deməli, mən də səndən belə danışmamışam. Ya Laləni razı sal, ya da uşağı öldür. Vəssalam. Anacan, daha nə qədər gözləyəcəm? Pərviz. Niyə cavab vermirsən? Dayan yaraması, indi elmə keçəcəksən. Nə qədər gözləməliyik? Başlayın. Biz burada o elə baxmağa gəlməmişik, xadimə. Başda. Axmaq gedişdi. Nə cavab verəcəksən, Foxçu? And içirəm ki, əlində bircə kart qalıb, qara kartın varisi. Məncə təslim ol. Zəng qadağandı. Xahiş eləyiblər xanım. Bu başqa məsələdir. Oyunda. Oyunçular da nəsə xoşuma gəlmiş. Su içəcəm. Eşidirəm. Yaxşı. Hə, elədir. Calaşdır. Bildim şef. Oldu. Bura gəl görüm. Kimi aldatmaq istəyirdin, hə? Ailəmi məhv eləməklə hədələdi. Başqa yolum yox idi. Tabekko'nu tualette tapdım. Kazinodaki kumarbaz Şamil'di. Salam balaca. Salam. Necəsən? Əvvəl anamla danışım, sonra mozaika şəklini göndərəcəm. Əgər şəkli indi telegramma göndərməsən, onda anan mənə uduzacaq və uzun illər görüşməyəcəksiniz. Siz kimlə danışırsınız? Mənim oğlumla? Hə, telefonu anana verəcəm. Danış,
Sonra şəkli mənə göndər. Wunderkind. Alo. Pərviz hardasan? Serial Space televiziyasının sifarişi ilə dubləş olunub.